Türkmənistanın liderləri, prezidentləri, baş nazir Macaristandan, Türkmənistandan isə Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov bu toplantıda iştirak etmək üçün ölkəmizdədir. Türk Dövlətləri Təşkilatının yaranmasında elə Azərbaycanın xüsusi rolu var, bu da təsadüfi deyil. Türk Dövlətləri Təşkilatının təsisçilərindən biri Azərbaycandır. Xatırladım, qısaca bir tarixçəyə nəzər salsaq, bu təşkilat 2009-cu ildə, elə oktyabrın 3-də Naxçıvanda təsis edilib. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təsis müqaviləsinə imza atan dövlətlər olublar. Bundan sonra təşkilat bir qədər də genişlənib, yaradılanda Türk Şurası adlanırdı və daha çox mədəni inteqrasiyaya istiqamətlənmiş bir qurum idi. Lakin zamanla bu təşkilat daha da genişləndi, strukturu təkmilləşdirildi və artıq Türk Dövlətləri Təşkilatı kimi bir beynəlxalq təşkilata çevrilib. Bu təşkilatın üzvlərinə bir daha nəzər salsaq, müşahidəçi üzvləri Özbəkistan Türk Dövlətləri Təşkilatının əvvəlcə müşahidəçi, 2019-cu ildə isə tam hüquqlu üzv oldu. 2018-ci ildən bu yana Macaristan təşkilatda müşahidəçidir, Şimali Kiprdə, eyni zamanda 2022-ci ildən bu təşkilatla müşahidəçi qismində əməkdaşlıq edir. Bu toplantının, yəni Qəbələ zirvəsinin əsas önəmi nədən ibarətdir? Öncədən elə ekspertlərin və digər analitiklərin də əsas fikri bundan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq bir mədəni inteqrasiya qurumundan daha çox regional sülhə və təhlükəsizliyə önəm verən əhəmiyyətli bir təşkilata çevrilir. Bu toplantıda da müzakirə olunacaq məsələlər məhz bu baxımdan xüsusi diqqət çəkir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hal-hazırda toplantıda iştirak etmək üçün yaxınlaşır. Bir qədər əvvəl də qeyd etdiyim kimi, elə Qazaxıstan da Azərbaycan kimi bu təşkilatın təsisçi üzvlərindən biridir və elə ilk başdan bu təşkilatın üzvü olan ölkələrdən biridir. Kasım-Jomart Tokayevlə prezident İlham Əliyev görüşdü və hal-hazırda səmimi söhbət edirlər. Qəbələdən birbaşa canlı-canlı bu görüntüləri sizə təqdim edirik. Bəli, Qəbələdə hal-hazırda qonaqların qarşılanması mərasimi davam edir. Bu arada elə yaranmış qısa fasilədə Türk Dövlətləri Təşkilatının tarixçəsinə bir qədər də nəzər salmaq istərdim. Sonuncu zirvə toplantısı, liderlərin rəsmi zirvə toplantısı 2024-cü ildə, 11-ci zirvə toplantısı Qırğızistanda, Bişkekdə keçirilmişdi. Amma onu da xatırladım ki, dövlət başçıları qeyri-rəsmi olaraq da ötən ilin iyulunda Şuşada bir araya gəlmişdilər. Elə həmin toplantıda da çox maraqlı məsələlər müzakirə edilmişdi və prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim üçün nə qədər əhəmiyyətli və önəmli olduğunu bütün dünyaya Şuşadan bəyan etmişdi. Bu baxımdan da həmin toplantı çox böyük önəm daşıyırdı. Bir də onu qeyd etmək yerinə düşər ki, məhz liderlərin toplantısının ildə 2 dəfə keçirilməsi təşəbbüsü də prezident İlham Əliyevə məxsusdur. Bir dəfə rəsmi zirvə toplantısı, bir dəfə isə qeyri-rəsmi görüş keçirilir və keçən il qeyri-rəsmi görüş məhz Şuşada olmuşdu. Şuşa bu toplantıya ev sahibliyi etmişdi. Artıq 12-ci rəsmi zirvə toplantısı da Azərbaycanda keçirilir və Qəbələ şəhərində nələr müzakirə ediləcək, ən önəmli məsələlər nələrdən ibarətdir? Türk Dövlətləri Təşkilatının baş katibi bu barədə bir açıqlama verib və bu açıqlama da çox böyük maraqla qarşılanıb. Belə ki, baş katib Kubanıçbek Ömraliyev Qazaxıstanın Kazinform agentliyinə belə bir açıqlama verib ki, bu toplantıda Türk Dövlətləri Təşkilatının üzv olmayan ölkələrlə, yəni üçüncü tərəflərlə əməkdaşlığının daha da genişləndirilməsi məsələsi də diqqətli olacaq. Bu, Türk Dövlətləri Təşkilatı plus formatı, şərti olaraq belə desək, belə bir formatın inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Bu da təşkilatın əhəmiyyətini bir qədər də artılacaq. Eyni zamanda baş katib onu da vurğulayıb ki, burada söhbət hər hansı hərbi bloklardan və digər məsələlərdən getmir. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsindən gedir. Çünki Türk Dövlətləri Təşkilatı beynəlxalq nəqliyyat dəhlizlərinin, nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Bu baxımından da məhz logistik məsələlərin müzakirəsi diqqət mərkəzindədir. Elə Azərbaycan da şimal-cənub və şərq dəhlizləri, böyük İpək yolunu kimi nəqliyyat dəhlizlərinin
mərkəzində yerləşdiyindən bu məsələlər Azərbaycan üçün də xüsusi önəm daşıyır və zirvə görüşünün digər mövzusu da qeyd etdiyim kimi regional sülh və təhlükəsizlikdir. Özbəkistan prezidenti Şəfqət Mirziyoyev hal-hazırda toplantıda iştirak etmək üçün yaxınlaşır və prezident İlham Əliyevlə görüşür. Qeyd edim ki, Özbəkistan bu təşkilata bir qədər sonradan qoşulub. 2019-cu ildə təşkilata üzv olub, amma elə ötən qeyri-rəsmi zirvə görüşündə Şuşada da Şəfqət Mirziyoyev iştirak etmişdi və həqiqətən də bu təşkilatın işində çox fəal iştirak etməkdə maraqlıdır Özbəkistan. Hal-hazırda Qəbələdən canlı olaraq izləyirsiniz. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə səmimi söhbət edir, onu qarşılayır və qarşılanma mərasimi hal-hazırda da davam edir. Bir daha xatırladım ki, Qırğızistan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də Macarıstanın baş naziri toplantıda iştirak etmək üçün hal-hazırda gəldilər və məkana daxil oldular. Prezident İlham Əliyev ev sahibi olaraq onları qarşıladı. Biz də qarşılanma mərasimini canlı olaraq təqdim etməyə davam edirik. Hər zaman artıq ənənə halını alıb ki, liderlərin zirvə görüşündən öncə Xarici İşlər Nazirləri bir araya gəlir və bu dəfə də belə oldu. Bugün səhər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin görüşü keçirildi. Bu görüşdə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov önəmli açıqlamalar verib. Ceyhun Bayramov qeyd edib ki, bugün beynəlxalq qurumlara inamın sarsıldığı bir dövrdə Türk Dövlətləri Təşkilatının üzvlərinin bir-birinə qarşı bu səmimi və qarşılıqlı etimada, qardaşlığa əsaslanan münasibəti xüsusilə diqqət çəkir və bu dövlətlər bir-birinə qarşı yalnız əməkdaşlıq deyil, eyni zamanda qarşılıqlı etimad və qardaşlıq birləşdirir. Ceyhun Bayramov həmçinin Azərbaycanın bölgədə sülhü təmin etmək üçün atdığı addımlar barədə, eləcə də Vaşinqtonda paraflanan sülh sazişi, Zəngəzur dəhlizinin açılması və digər regional proseslər barədə məlumatlandırıb öz həmkarlarını. Hal-hazırda yenə də qarşılanma mərasiminə bağlanmışıq və digər liderlərin də qarşılanması həyata keçirilir. Qəbələ çox önəmli bir tədbirə ev sahibliyi edir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Qəbələdədir və hal-hazırda daxil olur məkana. Bir daha xatırladım ki, Şuşada keçirilən qeyri-rəsmi görüşə Türkiyə prezidenti müəyyən səbəblərdən qatıla bilməmişdi, amma bu rəsmi zirvə görüşündə təbii ki, Türkiyə prezidenti hər zamanki kimi Azərbaycanın yanındadır və Prezident İlham Əliyevlə belə görüşdülər, səmimi söhbət edirlər hal-hazırda. Türkiyə və Azərbaycan prezidentinin görüşü hər zaman diqqətlə izlənilir və hər zaman da çox səmimi olur bu görüşlər. Necə deyərlər? İki qardaşın söhbəti hər zaman maraqlı alınır. Və xüsusilə diqqət çəkir ki, Türkiyə prezidenti ilə Azərbaycan prezidentinin bu ayaqüstü qarşılanma söhbəti digərlərindən daha uzun müddət davam etdi. Bəli, bu da təbiidir hər halda, çünki Türkiyə və Azərbaycan arasında olan istənilən sahədə, hərbi, iqtisadi, siyasi, digər sahələrdə də olan əməkdaşlıq bəlkə də dünyada bunun analogu yoxdur. Və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da toplantıya qatılmaq üçün gəlir. Bir daha qeyd edim ki, toplantı Qəbələdə keçirilir. Prezident İlham Əliyev liderləri ev sahibi olaraq Qəbələdə qarşılayır və bir qədər sonra tədbirin rəsmi olaraq zirvə toplantısı başlayacaq.
Türk Dövlətləri Təşkilatının qeyd etdiyim kimi sayca bu 12-ci zirvə toplantısıdır. 11-ci zirvə toplantısı Bişkekdə keçirilmişdi və hal-hazırda bu təşkilata Qırğızistan sədrliyi edir. Bu toplantının sonunda isə sədrlik Qırğızistandan Azərbaycana keçəcək. Qeyd etdiyim kimi Azərbaycan bu təşkilatın təsisçi ölkələrindən, yəni bu təşkilatı yaradan ölkələrdən biridir. Bu baxımdan da Azərbaycanın bu təşkilatdakı rolu digərlərindən bir qədər artıqdır desək, yəqin ki, yanılmarıq və Türk Dövlətləri Təşkilatının son zamanlar önəminin artmasında əsas məsələlərdən biri də elə beynəlxalq nəqliyyat dəhlizlərinin rolunun artmasıdır ki, bu sırada qarşıdakı zamanda inanırıq ki, çox qısa bir zamanda işə düşməsi gözlənilən Zəngəzur dəhlizi də çox böyük bir rol oynayacaq. Qeyd etdim ki, mən bugün səhər saatlarında Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin görüşü keçirildi və bu Xarici İşlər Nazirlərinin görüşündə də Ceyhun Bayramov məhz həmkarlarına Zəngəzur dəhlizi Vaşinqtonda müzakirə olunan və razılaşdırılan sülh müqaviləsinin layihəsi, eləcə də Amerika prezidentinin irəli sürdüyü trip marşrutu. Bu layihə barədə geniş məlumat verib və bu məsələlər barədə öz həmkarlarını məlumatlandırıb. Xarici İşlər Nazirlərinin toplantısında bir neçə mühüm qərar da imzalanıb. Bu qərarların içərisində xüsusilə diqqət çəkənlərini, bəzilərini qeyd etmək istərdim. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi barədə qərar, Türkmənistana Türk mədəniyyəti və İrsi fondunda müşahidəçi statusunun verilməsi haqqında qərar, eləcə də Türk Dövlətləri Təşkilatının katibliyinin 2026-cı il üçün büdcəsinin təsdiq edilməsi və digər məsələlərlə bağlı qərarlar verilib Xarici İşlər Nazirlərinin toplantısında. Bir də onu qeyd edim ki, Azərbaycan maddi olaraq da təşkilatın inkişafına öz töhfəsini verir. Belə ki, Ceyhun Bayramovun da qeyd etdiyi kimi bu təşkilatın katibliyinin büdcəsinə 2 milyon vəsaitin ayrılması barədə, 2 milyon dollar vəsaitin ayrılması barədə də qərar verilib. Hal-hazırda Qəbələdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının toplantısının başlanmasına sayılı dəqiqələr qalıb, belə deyək. Toplantının iştirakçıları hal-hazırda məkana daxil oldular. Prezident İlham Əliyev onları bir-bir qarşıladı və bir qədər sonra artıq tədbirin rəsmi hissəsi başlayacaq. Türk Dövlətləri Təşkilatının liderlərinin bu toplantısında kimlər iştirak edir? Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Qırğızistan Prezidenti Sadır Japarov, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Respublikasının rəhbəri Ersin Tatar, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov. Belə deyək ki, təşkilata üzv olan, təşkilatda müşahidəçi olan bütün ölkələrin liderləri ən yüksək səviyyədə bu toplantıda iştirak edirlər. Əsas mövzu nədir? Qəbələ zirvəsi, Qəbələ toplantısı regional sülh və təhlükəsizlik mövzusuna xüsusi önəm verir. Bu mövzu ətrafında keçirilir. Lakin bununla yanaşı təbii ki, iqtisadi məsələlər də diqqət mərkəzindədir. Bu toplantının yekununda hansı qərarlar qəbul olunacaq, hansı önəmli addımlar atılacaq? Bir qədər əvvəl qeyd etdiyim kimi, Türk Dövlətləri Təşkilatının baş katibinin də qeyd etdiyi kimi yeni bir format, yeni bir təşəbbüs irəli sürülə bilər ki, bu təşkilatın üçüncü ölkələrlə əməkdaşlığına əlavə bir təkan versin. Türk Dövlətləri Təşkilatı plus formatında hansı addımlar atılacaq, hansı təşəbbüslər irəli sürüləcək, bax bu da diqqət doğuran məsələlərdən biridir. Qısaca tarixçiyə nəzər salsaq, Türk Dövlətləri Təşkilatı əvvəllər bir daha çox mədəni inteqrasiya qurumu kimi Türk Şurası adlanırdı. Daha çox dil, mədəniyyət, humanitar məsələlərə önəm verirdi və bu təşkilatın yaradılmasında təşəbbüskarlardan biri elə Azərbaycandır. 2009-cu ilin 3 oktyabrında Naxçıvan şəhərində imzalanmış müqavilə ilə bu təşkilat yaradılmışdı. Və Azərbaycan prezidentinin bu təşkilatın işinə verdiyi önəm, bu təşkilatı xüsusi olaraq qeyd etməsi ötən il prezident seçildikdən sonra and içmə mərasimində də çıxışda öz yerini almışdı. Belə ki, Prezident İlham Əliyev həmin vaxt Türk Dövlətləri Təşkilatını ailə adlandırmışdı. Qeyd etmişdi ki, bizim üçün bu təşkilat ən önəmli təşkilatdır. Çünki bu bizim ailəmizdir. Həmin çıxışdan qısa bir statı istərdim elə diqqətinizə çatdırım. Biz beynəlxalq təşkilatlarla bundan sonra da öz addımlarımızı atacağıq, demişdi Prezident İlham Əliyev. İlk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünki bu bizim
ailəmizdir. Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır. Bu sözlər Prezident İlham Əliyevə məxsusdur və dövlət başçısı ötən il prezident seçkilərindən sonra çıxışında bu sözləri səsləndirmişdi. Bu da Azərbaycan üçün təşkilatın nə qədər əhəmiyyətli olduğunu göstərir və bu sadəcə sözdən ibarət deyil. Biraz əvvəl qeyd etdiyim kimi Azərbaycan təşkilatının inkişafına maddi olaraq da töhfə verir. Beləliklə, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin dövlət və hökumət başçıları Qəbələdədirlər. Hal-hazırda 12-ci zirvə toplantısının başlamasına dəqiqələr qalıb və liderlər öz yerini alıblar zirvə toplantısında. Az əvvəl biz sizə onların qarşılanma mərasimindən kadrları təqdim etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qəbələdədir və onun bu səfəri xüsusilə həm qardaş ölkə mediası tərəfindən, həm də digər regional medialar tərəfindən diqqətlə izlənilir. Xatırladım ki, səhər saatlarında Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin toplantısı keçirilmişdi. Zirvə görüşü Türk Dövlətləri Təşkilatı dövlət başçılarının 12-ci Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov da Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etmişdi. Eyni zamanda Türkiyənin Xarici İşlər Naziri də həmin toplantıda iştirak edirdi. Qeyd etdiyim kimi bəzi önəmli qərarlar da qəbul olunub ki, onlardan biri də Türkmənistana, Türk Akademiyasında, Türkmənistana həmçinin Türk Mədəniyyət və İrsi Fondunda müşahidəçi statusunun verilməsidir. Onu da vurğulamaq lazımdır ki, bu təşkilat çox şaxəli bir fəaliyyətə məxsusdur. Belə ki, təşkilatın strukturuna Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türk Dövlətlərinin Ağsaqqallar Şurası və Katiblik daxildir. Hal-hazırda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdır. Bizim xüsusi müxbirimiz də hal-hazırda Qəbələdədir. Mələk İnqilablı orada zirvə görüşünün gedişini izləyir. Az sonra indi Mələyə bağlanmağa çalışacağıq. Mələk, hər vaxtın xeyir olsun, eşidirik səni. Hər vaxtınız xeyir, Vəfa, qədim Azərbaycan şəhəri Qəbələdən salamlayıram sizi. Bugün Qəbələ mötəbər tədbirə ev sahibliyi edir. Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü məhz Qəbələdə baş tutur. Bu dəfəki sammitin həsr olunduğu mövzu isə regional sülh və təhlükəsizlik mövzusudur və məhz bu mövzuya sammitin həsr olunması heç də təsadüfi deyil, çünki bugünün dünyası mövcud geosiyasi kataklizmlərlə, təhdidlər və risklərlə doludur. Məhz bu səbəbdən də Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları sammitinin həsr olunduğu mövzu məhz budur. Bu da ondan xəbər verir ki, Türk dövlətləri məhz bu problemləri daim diqqət mərkəzində saxlayır. Mən onu da qeyd etmək istərdim ki, Türk dövlətlərinin ümumi əhatə etdiyi ərazi 4,5 milyon kvadrat kilometrdir. 180 milyon əhaliyə əlavə olaraq 2 trilyon ümumdaxili məhsula sahibdilər. Və bu da ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı və onun əhatə etdiyi ərazi Avrasiyanın mühüm dayaq nöqtəsinə artıq çevrilməkdədir. Bu həm də nəqliyyat və logistik baxımdan da özünü göstərir. Türk dövlətlərinin yerləşdiyi ərazi bugün Mərkəzi Asiya, Avropa və Asiya arasında artıq körpü rolunu oynamaqdadır. Qəbələdəki sammit isə birazdan öz işinə start verəcək. Biz də burada media mərkəzdə burada baş verənləri izləyib ATV xəbərin buraxılışında sizə ətraflı məlumatları çatdırmağa çalışacağıq. Vəfa, hələlik bizdən bu qədər. Söz sizdədir. Təşəkkür edirəm Mələk. Bir daha qeyd edim ki, Qəbələdən bizimlə birbaşa bağlantıda xüsusi müxbirimiz Mələk İnqilablı idi. Elə Mələk də Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının 12-ci zirvə görüşünü izləyir və hadisələrin gedişatı barədə buraxılışımız ərzində yenidən bağlantılara qoşulub ən son məlumatları çatdıracaq. Bu bağlantıdan əvvəl Türk Dövlətləri Təşkilatının strukturu barədə məlumat verirdim. Qeyd etdiyim kimi bu təşkilatın strukturu çox geniş və çox şaxəlidir. Bunlardan bəziləri qeyd edim. Ən ali yüksək qurum Türk Dövlət Başçılarının Şurasıdır. Xarici İşlər Nazirlərinin
Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türk Dövlətlərinin Ağsaqqallar Şurası və Katiblik bu struktura daxildir. Eləcə də Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın dəyişdirilməsi məqsədi ilə Türk Dövlətləri Təşkilatının əlaqəli təşkilatı kimi 2008-ci ildən İstanbul sazişinə əsasən Türk dövlətlərinin Parlament Assambleyası TÜRK-PADA fəaliyyət göstərir. Bu dövlətlər arasında həm parlament səviyyəsində, həm mədəniyyətlər arası bir dialoq səviyyəsində, eyni zamanda da ən yüksək səviyyədə, siyasi səviyyədə əməkdaşlığa xidmət edir. Bir daha qeyd edim ki, hal-hazırda Qəbələdə Türk Dövlətləri Təşkilatına üzv olan və üzv olmayan müşahidəçi kimi iştirak edən ölkələrin liderləri bir araya gəlirlər. Onların zirvə görüşü 12-ci dəfə Azərbaycanda keçirilir. Məhz 12-ci zirvə görüşü Azərbaycanda keçirilir. Bundan əvvəl ötən ilin iyulunda Şuşada qeyri-rəsmi olaraq liderlər toplanmışdılar. 11-ci zirvə görüşü isə 2024-cü ilin noyabrında Qırğızistanda keçirilmişdi. Və toplantıda iştirak edən liderlərin bir neçəsi ötən gündən Azərbaycana gəliblər və onların bir qismi ilə Azərbaycan Prezidenti İlham Əliyev artıq iki tərəfli görüşlər keçirib. Onların bəzilərini diqqətinizə çatdırmaq istərdim. Prezident İlham Əliyev ötən gün Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşmüşdü. Binəli Yıldırımın da bu təşkilatın inkişafında çox böyük xidmətləri var və artıq dövlət vəzifələrindən çıxdıqdan sonra da Ağsaqqallar Şurasının sədri kimi bu töhfəsini verməyə davam edir və Azərbaycanın da belə deyək ki, böyük bir dostu kimi tanınır. Binəli Yıldırımla Prezident İlham Əliyev görüşüb və dövlət başçısı onun da Türk Dövlətləri Təşkilatının işindəki töhfələrini yüksək qiymətləndirib. Həmçinin təşkilatın baş katibi Kumanıçbek Ömralıyev də Prezident İlham Əliyevin qəbulunda olub. Hal-hazırda ekranlara liderlərin ailə fotosu çəkdirməsinin kadrlarını gətiririk. Qəbələdən canlı olaraq təqdim olunur bu görüntülər. Bir daha xatırladım, kimlər var burada? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızistan Prezidenti Sadır Japarov, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Macarıstanın baş naziri Viktor Orban, Özbəkistanın prezidenti Şevket Mirziyoyev və eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri toplantıda iştirak edirlər. Hal-hazırda ailə fotosu çəkildi, liderlər qarşılandı və az sonra artıq toplantının başlaması gözlənilir və təbii ki, ev sahibi olaraq gözlənilir ki, ilk olaraq Prezident İlham Əliyev sözə başlasın və elə biz də həmin çıxışı canlı olaraq ekranlarınıza gətirəcəyik. Qeyd etdiyim kimi, ötən gündən bəzi liderlər artıq Azərbaycandadılar. Şevket Mirziyoyev də elə dünən Azərbaycana səfər edib, Kasım-Jomart Tokayev də dünən Azərbaycana gəlib. Bugün isə Rəcəb Tayyib Ərdoğanın da təyyarəsi Qəbələdə indi və Türkiyə prezidenti də bu toplantının işində iştirak edəcək. Hal-hazırda təşkilata sədrlik Qırğızistandadır və Qəbələ toplantısından sonra sədrlik artıq Azərbaycana keçəcək. Bu toplantı həm də ona görə xüsusi önəm daşıyır ki, Azərbaycan öz sədrliyi dövründə hansı istiqamətlərin inkişafına xüsusi önəm verəcək, Azərbaycanın prioritetləri nələr olacaq? Məhz bu toplantıda Prezident İlham Əliyevin bunları da açıqlaması hər halda gözlənilir. Azərbaycanın təşkilatla bağlı planları, perspektivləri nədən ibarətdir? Az əvvəl də qeyd etdiyim kimi, təşkilatın baş katibi də bunu vurğulayıb ki, artıq Türk Dövlətləri Təşkilatı üçüncü tərəflərlə də əməkdaşlığa önəm verir və bunun üçün səylər gündəmdədir. Qəbələ toplantısında bu məsələ də müzakirə olunacaq. Toplantının əsas mövzusu isə regional sülh və təhlükəsizlikdir. Bu da yəqin ki, təsadüf deyil, çünki məhz Azərbaycanın səyləri ilə Qafqazda sülh bərpa olunsa da, dünyada təəssüf ki, bu belə deyil və regional təhdidlər qalmaqdadır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının da beynəlxalq çərçivədə, yəni beynəlxalq miqyasda bir təşkilat olaraq, eyni zamanda üzv ölkələr olaraq önəmi də artdığı üçün Türk Dövlətləri Təşkilatı bu istiqamətdə hansı məsələləri gündəmə gətirəcək? Bu toplantıda bunlar açıqlanacaq. Liderlər görürsünüz, hal-hazırda toplantının keçiriləcəyi zala gəlirlər və
yenə də səmimi söhbət edirlər. Artıq demək olar ki, dəqiqələr qalıb toplantının başlamasına və liderlər artıq masa ətrafında yerlərini alırlar. İlk olaraq sözə Prezident İlham Əliyevin başlaması gözlənilir. Prezident İlham Əliyev çıxışına başlayan kimi canlı olaraq dövlət başçısının çıxışını sizə təqdim edəcəyik. Bir daha xatırladım ki, Prezident İlham Əliyev bu təşkilata çox böyük önəm verir və bunu hətta prezident seçildikdən sonra ilə ilk çıxışında da xüsusi vurğulamışdı. Türk Dövlətləri Təşkilatını ailə adlandırmışdı. Bu da elə dövlət başçısının öz fəaliyyəti dövründə bu təşkilata nə qədər önəm verəcəyindən xəbər verirdi. Hal-hazırda Prezident İlham Əliyev çıxışa hazırlaşır və biz susuruq. Hökumət başçıları, əziz dostlar, Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmişsiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl 4-cü əsrdə əsası qoyulmuş və eramızın 8-ci əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi. İlk növbədə Türk Dövlətləri Təşkilatına uğurla sədri etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm. Bugün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarix və etnik köklərimiz, müştərək milli mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədi ilə katibliyin hesabına 2 milyon Amerika dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demografiya və gənc əhali, nəqliyyat logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır. Hörmətli həmkarlar, bugün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alır. Dünyanın üzləşdiyi hazırki geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ bəyannaməsinə və bugünkü zirvə görüşünün regional sülh və təhlükəsizlik mövzusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq çox önəmli faktorlardan biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq iki tərəfli və çox millətli hərbi təlimlər keçirilmişdir.
ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük vətən müharibəsində tarixi zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil. Eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. 2 ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton zirvəsi çərçivəsində eyni zamanda ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq 1 sentyabr tarixində ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılmışdır. Beləliklə, attığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, zəfər çaldıq və eyni zamanda ədalətli sülhə nail olduq. Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədi ilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri orta dəhlizlə yük daşımalar təqribən 90% artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt beynəlxalq ticarət limanı, Bakı-Tbilisi-Kars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma avia şirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm orta dəhliz, həm də şimal-cənub dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəz olunmaz tərəfdaş kimi təsdiqləyib. Şahaləndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik
coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40%-i bərpa olunan mənbələr hesabına təmin olunacaq. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik. TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bugünə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard Amerika dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər Azərbaycan Özbəkistanla, Qazaxstanla, Qırğızstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir. Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, zirvə görüşümüz, qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir. Çıxışımın sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluğbəy adına məktəb, Qurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, Özbək, Qazax, Qırğız qardaşlarımızın hədiyəsidir. Macar qardaşlarımızın hədiyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyəsi bugün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tünellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. İndi isə son bir il ərzində Türk Dövlətləri Təşkilatında sədrlik həyata keçirmiş Qırğız Respublikasının prezidenti cənab Sadır Japarova söz verirəm. Buyurun. Bir daha xatırladım ki, biz Qəbələdən birbaşa bağlanmışdıq. Qəbələdə keçirilən Türk dövlətləri liderlərinin 12-ci zirvə görüşündən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını izlədiniz. Prezidentin çıxışında diqqət çəkən xüsusilə bir neçə məqamı da qeyd edib, daha sonra sağollaşacağıq. Prezident İlham Əliyev Türk dövlətlərinin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi sahədə əməkdaşlığı ilə bağlı çox önəmli məsələlərə toxundu və qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsünü irəli sürür. Bundan başqa 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji qurultayın gələn il 100 illiyi tamam olur. Prezident İlham Əliyev bunun da Türk Dövlətləri Təşkilatında xüsusi qeyd edilməsi təşəbbüsü ilə çıxış etdi. Dövlət başçısı öz çıxışında nəqliyyat məsələlərinə xüsusi önəm verdi və Vaşinqtonda